izleyiciler, hazırda yaşayış binasında yanğın baş verib. 2 mərtəbəli yaşayış binasında yanğın baş verib. Ölən veya tələfat olan barədə hələlik üçün məlumat yoxdur. Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri, yanğın söndürmə briqadası əraziyə cəlb olunub. Hazırda isə gördüyünüz kimi binaya çıxırlar xilas edicilər və gördüyünüz kimi xüsusi avadanlıq gətirilib əraziyə. Hələ yanğın davam edir. Hazırda gördüyünüz kimi yanğın çox qısa müddət ərzində başlayıb və binaya, ümumi binanın hissəsinə keçməsinin qarşısının alınması məqsədi ilə yanğın söndürmə briqadası ərazidə işlər aparır. Yanğın olur keçir. Ona maşın lazımdır geçsin. Hazırda ərazidə yanğın davam edir. Gördüyünüz kimi yaşayış binasının 2-ci mərtəbəsinin dam örtüyü hazırda yanır. Və hələlik heç bir məlumat yoxdur. Xəsarət alan və ya ölən barədə hələlik rəsmi qurumlardan məlumat gözləyirik. Ehtiyat ol. Gözde. Hazırda fövqəladə əməkdaşları hər iki tərəfdən binanın söndürülməsinə çalışırlar. Yenə qeyd edirəm, hələlik ölən və ya yaralanan barədə hələlik heç bir məlumat yoxdur və yanğının hansı səbəbdən baş verməsi isə hələlik məlum deyil.